Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Bakının Ramana və Ümid qəsəbələrində, həmçinin Abşeron və Samux rayonlarında mənzillərin satışı davam edir. Bu mənzillər tam təmirlidir, istifadə olunmayıb və çıxarışlıdır. 1 kvadrat metrinin qiyməti 700 manatdan başlayan mənzillər yeni yaşayış binalarındadır. Satışdan əldə olunan vəsait ölkəmizin digər bölgələrində şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzil və fərdi evlə təminatına yönəldiləcək. Hər biri 3 və 4 otaqlı olan bu mənzillərin satışı ms.sosial.gov.az saytı vasitəsilə onlayn qaydada həyata keçirilir. Mənzilləri həmçinin banklara müraciət edərək ipoteka krediti vasitəsilə də əldə etmək mümkündür. Mənzillərdən almaq istəyən şəxslər qeyd edilən portala daxil olaraq mənzillərlə tanış ola, almaq istədiyi mənzili seçərək onu portaldakı Bron et düyməsini sıxmaqla bron edə bilər. Mənzilləri bron etmək istəyən şəxs bunun üçün Asan Loginin autentifikasiya vasitələrindən birinə malik olmalıdır. Mənzili ilk bron etmiş şəxs həmin mənzili almaq hüququ qazanır. Ondan əlavə 2 şəxsin də həmin mənzili bron etmək imkanı var. İlk bron etmiş şəxs mənzili almaqdan imtina etdikdə, mənzili almaq hüququ onu bron etmiş digər şəxsə keçir. Qeyd edim ki, bir hüquqi və ya fiziki şəxs satışa çıxarılan mənzillərdən istədiyi sayda əldə edə bilər və xüsusilə vurğulamaq istəyirəm ki, hər bir kompleks sakinlərin yaşayışı üçün müasir şəraitlə təmin edilib. Mənzili bron etmiş şəxslər Nazirlik arasında 10 gün müddətində dəyəri tam ödənilməklə mənzilə dair notariat qaydasında təsdiq edilmiş alqı-satqı müqaviləsi bağlanır. Mənzillərin qiyməti müstəqil qiymətləndirici tərəfindən qanunvericiliyə uyğun olaraq müəyyən edilib. Əlavə məlumat əldə etmək üçün 142 çağrı mərkəzinə müraciət edə bilərsiniz.